Çiçekli, ballı petekli, dağların başı beyaz ördekli. Baş başa dağlar, koşa bulağlar, Heydər baba amanı torpağı yaşar. Salam əziz dostlar, ay uşaqlar deyib biz Balakənə gəldik. Bilirsiniz, yol boyu mən fikirləşdim ki, nəyə görə bu rayonun adı Balakəndir? Axı Balakəndə mən bildiyimə görə qoz fındıq daha çoxdur. Bəlkə elə burada bal da çoxdur. Bax bu işdə yəqin ki, mənim dostlarım mənə kömək eləyəcəklər. Axı onlar məni gözləyirlər. Elə ona görə də biz vaxt itirmədən yolumuza davam edirik. Beləliklə, ay uşaqlar, Balakəndə. Balakəndəyə özünüzə bələdçi tapmışıq ki, bizi mədəniyyət evinin qarşısına aparsın. Xanım, biz düz gedirik, yoxsa yox? Biz düz gedirik, Balakən şəhəridir bu. Ne yaxşı gəlibsiz. Deməli, bugün Balakəndə konsertdir, bayramdır. Balakəndə konsertdir, bayramdır. Biz çox sevinirik. Balakən Azərbaycanın ən gözəl güşələrindən birisidir. Əziz dostlar, bəli, bugün Balakəndə deyirlər ki, konsertdir. Deməli, bugün verilişimiz çox maraqlı olacaq. Dostlar, bugün burada çok güzel bir gün geçirilir. İnanıram ki bugünkü günümüz hayatta kalan günlerden biri olacak. Hele dostlarımızla görüşmemişik. Birazdan onlarla da görüşüp sonra ise neler olacak? Bak bu birazdan. Bak bizim bu balaca dostlarımızsa Şəkidən gəliblər. Deyin görüm. Ver mən saxlayayım. Bak deyin görüm bugün siz uşaqlar burada ne göstereceksiniz? Ne oynayacaqsınız? Hansı tamaşanız nəsə var yoksa yok? Abay rəqsini oynayacaqsınız. Abay rəqsi. Bilirsiniz də hansı festivala gəlmişsiniz? Bəli. Hansı festivala? Balakən festivali. Paris? Ne? Balakən Paris festivali. Belə bir maraqlı festivallar niyə də keçirilməsin? Həqiqətən baxın mən sizə deyim də, bax Balakən, Gürcüstan, Dağıstan, Şəki, Zaqatala, Masallı, Ağdam, Qax, İsmayıllı. Çox gözəldir uşaqlar. Biz indi bax görürsüz irəliləyirik Heydər Parkına və orada gözəl bir konsert olacaq. Buyur qardaş. Uşaqlar siz nə hazırlamışsınız bugünkü festivala? Anni. Anni? O nedir? Rəqs. Gürcülərdir bunlar. Bunlar Gürcülərdir. Dostlar, ne yaxşı ki elə
Bak bugün bura geldik. Ay uşaqlar Balakəndə ve güzel festival gününde. Bu festival nə əlaqələr keçirilir? Əslində qalsa Azərbaycanda bu il folklor festivalı Balakən paytaxt seçilibdir. Bu ənənə olaraq Azərbaycanda əvvəllər Masallı da 3 il dalbadal keçir. Balakəndə ilk dəfədir Balakən payızı folklor festivalı keçirilir. İki xarici dövlətdən qonaqlarımız var. Gürcüstandan, eyni də Dağıstandan, Masallıdan, İvanovkadan, Qaxdan, Zakataladan. Ümumiyyətlə folklor təkcə musiqi deyil. Əslində qalsa elə folklor uşaqlar üçün lazımdır. Bizim keçmişimiz, adət-ənənəmiz folklorda birləşibdir. Əgər folklorumuzu bilməyən uşaqlar gələcəyimiz haqqında heç nə düşünə bilməz. Onun üçün də biz proqrama bu uşaqları daha çox cəlb eləmişik. Balacalar da var. Onları mən bura qoşmadım ki, yürüyüş yorulurlar. Əslində qarşıda gözəl bir bayram gözləyir. Ay uşaqlar, gördüğünüz kimi Balakən bizi belə qarşıladı. Amma əfsuslar olsun ki, benim dostlarım məni orada gözləyirlər. Ora getməliyəm. Bax bu gözəl şənliyi burada yarımçıq qoyacağım. Elə ona görə də biz yola düşürük, getdik. Hay uşaqlar, nəhayət ki bizə deyilən ünvana gəlib çatdıq. Amma maraqlıdır, niyə görə biz bura gəldik? Bunu birazdan biləcəyik. Ay, salam Günel. Salam, necəsiz? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, sağ olun. Ay Günel, bax Balakən bizi elə qarşıladı ki, gözəl konsert, tədbir, festival keçirilirdi. Bəli, folklor festivalı idi. Mən də fikirləşdim ki, yəqin siz bizi elə orada qarşılayacaqsınız. Orada da çox gözəl bir konsertə baxacağıq. Amma nədənsə siz mənə bu ünvanı dediniz. Olar bu hələlik sırlar olaraq qalsın. Əlbəttə olar, amma qoy mən deyim ki, əziz dostlar, Günel kimdir? Günel Kanal S-də yayımlanan Balacalar verilişinin müxbiridir və bu işdə, yəni burada bizim dostlarımızı yığmaqda, bizi bura gətirməkdə məhz o bizə kömək edib. Təşəkkürlər Günel sənə. Siz də çox sağ olun. Yaxşı, onda indi isə gedək Günelin dediyi bu bir sirdini açmağa. Buyurun Günel. Bu güzel Balakənə nur verir güneşler, nur verir güneşler. Salam uşaqlar. Necəsiz? Uşaqlar bax, bir uzun yol gəldik bura gələnəcən. Çox sağ olsun Günel mənə kömək elədi. Mən də sizə təşəkkür edirəm gəldiyinizə görə. Bax maşallah Günel, gör nə qədər toplaşıblar bizim dostlarımız bura. Hə, onlar sizi çox xoşlayırlar ona görə. Uşaqlar, bilirsiniz, biz bura gələndə elə bax Günel'in onu danışıram. Bura gələndə Balakənin girişində gördük ki, burada festival keçirilir. Düzdür? Bəli. Bu haqda məlumatınız var idi? Bəli. Nə festivaldır, danışa bilərsiniz? Folklor paytaxtı keçirildiyi üçün bu festivalda Balakəndə keçirilir. Balakənə gəldim və bizim dostlarımızla tanış oldum. Onlarınsa bax bizə baxan dostlarımıza sürprizləri var. Bilirsiniz bu hansı sürprizdir? İndi özünüz görəcəksiniz. Getdi uşaqlar. Dünyanın bir adı var, canım benim memleketim, güneş gibi daim yanar, orada yurdum mehbetim, koyacağız zirvelere, o yenilmez bayrağımız, kaydacak bir gün yine, her bir karış torbağımız, Bam, her bam. birinin öz yeri var, menlerin doğma diyar, güzellikte o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına, bakıp gidelim adına, koy sevinsin her bir ana. Qurban olum Azərbaycan bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana.
Bax bugün biz hara gedəcəyik, nə edəcəyik, harda kimlə görüşəcəyik. Bax bu haqqda mənə məlumat verin. Biz sizi arılarla tanış edəcəyik, arılar haqqında deyəcəyik sizə. Arılar haqqında. Ha, deməli siz artıq mənim fikrimi oxumusunuz ya da ki Günel sizə çatdırıb, hə Günel? Bəli. Bilirsiniz dostlar, mən gələndə çox fikirləşdim ki, niyə görə sizin rayonun adı Balakəndir? Sizcə niyə görə Balakən adlanır sizin rayonun adı? Məncə Balakən hansısa bir sərkərdən adından götürülmüşdür. Maraqlıdır, maraqlı. Uşaqlar, görürəm sizin bu haqda məlumatınız azdır, hə? Bəli. Bəs bu haqda məlumatı bizə kim verəcək? Bir danışaq görək. Ayşə müəllimimiz. Sizin Ayşə müəlliməniz bizim üçün bu Balakən haqqında məlumat verəcək. Balakənin adı haqqında, düzdür? Bəli. Onda bəs niyə vaxt sirri? Gedək Ayşə müəllimənin yanına. Buyurun. Salam Ayşə müəllimə. Necəsiz? Gəlmisiniz. Bax biz dostlarımızla elə danışırıq ki, nəyə görə sizin bu gözəl bölgəniz, gözəl rayonunuz, gözəl şəhər Balakən şəhəri Balakən adlanır. Bax bu haqda istəyərdim bizə məlumat verəsiniz. Balakən Azərbaycanın en güzel bölgelerinden biridir. Balakən ona göre bal mekanı adlanır ki, buradaki insanlar özləri də gözəl. Bal kimi şirindir. Bal mekanı adlanır. Elə ona görə də biz bugün əziz dostlar bal məkanındayıq. Uşaqlar, bir çox yerlilərin fikrincə isə Balakən balaca kənd deməkdir. Başqa bir iddiaya görə isə bura Oğuz sərkərdəsi Belekanın adını daşıyır. Gedirik biz bal haqqında Cavid dayı gələcək. Cavid dayı gelir. Cavid dayı arıçılıq. Bəli, arıçılıqla məşğuldur. Yaxşı, gözəl arıları var, gözəl arı yetişdirir. Hər şey gözəl Cavid dayı. Getdik. Hə, gəlib çıxdıq Cavid dayı gilə. Salam Cavid dayı. Siz gələsiniz, salam. Sağ ol, necəsiz? Sağ ol, yaxşı ol. Siz necəsiniz? Yaxşı. Allah Taala'nın yaratdığı ən möcüzəli həşəratlardan biri arıdır, bal arısı. Min bir dərdin dərmanıdır bal. İndi arı bal məhsul vaxtı bal gətirir nektar çiçəklərdən. Bizdə Balakəndə əsasən yaz vaxtı akasiyadır. Sonra çöllərdə çiçəklərdən gətirir. Bir də dağ sezonunda gökədən götürür. Gökə şabal biraz qarışığı olur balında. Hə. Cavid dayı, bizim Buyurun. dostlarımızın da yəqin birazdan sizə sualları olacaq. Və istəyərdim ki, bu suallara da onların suallarına ətrafı dəqiq cavab Buyurun, verək. verəlim. Hadi yaxşı. Uşaqlar, bax kimin sualı var, nə sualınız varsa buyurun. Bir-bir deyəcəyik suallarımızı. Neçədir arıçılıqla məşğul olursunuz? Mən 20 ildir arıçılıqla məşğul oluram. Yəni bu sənət mənim rəhmətli atamdan qalıb. Atam da adlı sanlı arıçı olub rayonda. Ondan sonra baxır qardaşım da baxır. Uşaqlıqdan yəni arının içində böyümüşük, arının içində olmuşuq. Abi mən bir dənə sual verim. Bax indi deyirsiniz içəri gələcək, bizi tanış edəcəksiniz. Bəs o arılar bizi sancmazlar. Bu da yox elə açıb baxsam tüstüsüz asıb sancarlar. Bu da özü də hava küləklidir. Sərində açma olunur çünki məhsul da yoxdur çöldə. Ona görə arı biraz kanar iyəzə də cumhur edir. Yaxşı, növbəti sual buyur. Arının bədənə xeyri nədir? Arının arı sancması özü çox böyük xeyri var revmatizmaya, oynaq ağrılarına. Həm də balı min bir dərdin dərmanıdır mən bayaq qeyd edəyim kimi. Növbəti sual. Arıları qışda necə bəsləyirsiniz? Qışda arılara yem ehtiyatı tədarükü görülür. Yəni biz bal süzəndə arıların özlərinə hardasa yaxşı orta arıya 10 kilo, 11 kilo, 12 kilo miqdarında bal qoyuruq, təmiz balda. O balla da o qışı çıxır arı. Yəni, belə bəslən. Yoxsa qışda arıya açıb baxmağa ehtiyac olunur. Ay uşaqlar, arıların həşəratlar ailəsinə aid olduğunu bilirdiniz? Sən demə dünyada 20 mindən çox arı növü var. Antarktidadan başqa dünyanın hər yerində arıya rast gəlmək olar. Cavid dayı, arı ən çoxu neçə metr uçur? Ən çox arı məhsul vaxtı, mövsüm məhsul vaxtı 7-8 kilometrə kimi gedir. Amma geri qayıdanda məhsulun, gətirən məhsulun yarısını yolda yeyir, acır yolda yeyir. Bəzən elə olur, gecə çiçəyin içində qalır, hava qaranlıqlaşanda yatır orada, səhər gəlir. Qaranlıq düşəndə çiçəyin içində yatır, uzaq gedir də, 8 kilometr gedirsə, sonra geri qayıdanda
səhər qayıdır. Gecə qalır Bəs onlar çiçəkdən. necə tapırlar bax bu yolu, iyi bilmək qabiliyyəti? İl bilmə, bəli. Hər yeşikin özünə məxsus iyi var. Həmin il bilmə qabiliyyətindən tapırlar. Həm də orientovkalar deyirlər onlara. Şu xəttlərlə də bir arı öz yeşigindən başqa kənar yerə qoymur. Məsələn, yeşigi biz əgər tərpətsək qırağa, arı gəlib öz yerinə qonasın, amma yeşigə getmir də. Çünki o xəttlərlə orientovkası həmin yerindədir yeşig. Kənar yerə deyiləm. Sağ ol. Buyur. Bir yeşikdə, yəni bir ailədə neçə arı olur? Bir ailədə baxır ailəyə. Güclü arı, yəni mövsüm vaxtında hardasa 50 min, 60 min, 100 minə yaxın arı olur. Amma bu dəqiqə yox, bu dəqiqə azdır. Arılar neçə il yaşayırlar? Arılar, işçi arı tez illə yaşamırlar. İşçi arı bildiyimiz 40 gün, hə? bəli, qışa gedən arı, bax bu dəqiqə indi çıxan arı, qışa gedən arı deyə, qışlama mövsümündə. O hardasa mart ayına kimi yaşayır, 4 ay yaşayır. Amma belə işçi arı tez ölür. Arı insanı sancdıktan sonra niye ölür? Çünki arının tikanı, iynəsi o qarmaq kimidir tikanı da. İnsanın dərisi elastikdir. O sancanda arı onu dartıb çıxada bilmir, dəri özünü dartır, o bağırsağı zadı çıxır onu. Ona görə qalır. 5 saat, 6 saat yaşayır, sonra ölür arı. Arılar niyə tüstüdən qaçır? Üstüdən qorxurlar da. O baxanda kənar yerdə yox. Əgər təknədə baxırsansa, o dağılmasın, eləməsin, tüstü verəndə arı cumur bal yeyir, sən də rahatca baxırsan da, üstündən gəlmir burada. Arılar özləri bir-birlərini necə başa düşürlər? Arılar bir-birlərində müəyyən işarələri var, siqnal mı deyək, nəsə işarələrlə başa düşürlər bir-birini. Onların kəşfiyyat arıları var, çöldə mühafizəsi var, içini təmizləyəni var, bala bəsləyəni var, sonra toxumun üstü, yumurtanın üstündə yatanı var, su daşıyanı var, hərəsi iş bölgüsü içəridə aparılır. Uşaqlar, indi isə istəyərdim ki, Cavid dayı, biz elə yaxınlaşaq ora, əgər mümkünsə. Arılar bizi sancmayacaqsa, onda uşaqlar ehtiyatlı olaq, çünki bugün Cavid dayıda hava küləklidir. Ona görə biz buranı aça bilməyəcəyik və arılardan da ehtiyatlı olun ki, bizi sancmasınlar. Siz bir arılara baxın, ona qulluq eləyən adamı necə tanıyırlar? Elə ona görə də Cavid dayı onlardan qorxmur. Cavid dayı bizi indi, ay mən qorxuram biraz. Qorxası bir şey yoxdur. Abi niyə bunun üstünü belə bastırmısınız? İsti saxlayır da. Bax, bu da elə bir hava soyuq olduğuna görə çəkilib. Amma tam hazır deyil hələ, hə, bal? Yox, bal süzülüb, tutarıb, bu qış özünə yetdi, qış nə idi balır. Bal süzülüb, bal artıq süzülür. Süzülüb, bəli, avqust ayında süzülür bal. Bir də bunlar avqusta qədər qalacaqlar indi. Yox, yazda şey deyir də, qoşun artır. Yazda bala biraz yem veririk, eləyirik, bala ana başlayır qurt tökməyə, qurt deyilir də, toxum tökür, ondan da arı başlayır inkişaf edir. Mən birazdan bu üst mərtəbələri götürəcəm hamısını. Çünki boşdur, arı bu dəqiqə qoşun az olan vaxtı, zəif olan vaxtıdır. O niyə o 2 mərtəbə edirsiniz? 2 mərtəbə güclü olanda 2 mərtəbə qoyuruq. Alt mərtəbəsinə dəymirik, bal üstə olur. Üst mərtəbəsindən balı götürürük, sonra ramkanı geri ilə paylayırıq. Sonra alta yığılır arı, üst mərtəbələri götürürük. Birazdan götürəcək özünü. Hə, əziz dostlar, indi biz bax Cavid dayıdan xahiş eləyəcəyik. Bizə heç olmasa onu açaq, bir göstərsin, görək bizim bu arılar harda yaşayır. Cavid dayı deyir ki, biraz kənara çəkilmək lazım. Mama! Ehtiyatlı olun, gördüm çünkü bak açın. Baxın uşaqlar. Arıya sərt hərəkət eləmək olmaz. Arı ilə sərt davranmaq olmaz. Uşaqlar görürsüz. Qış balı nə idi yemək? Qış onlar özlərinə siz saxlamısınız ki, onlar qışda ondan qidalanacaqlar. Yayda, yazda buralar dolu olur, sonra üst mərtəbə də dolu olur. Bu da özü qışa gedən arı bu il həm quraqlığa görə Kursəba bu toxumdur. Ana arı da buradadır, bax çəkə bilərsən. Ana arı hansıdır? Bax, budur. Budur bax. Budur bax.
Hardan bilirsiniz ki o ana arıdır? Böyükdür də quyruğu da olardı bilinə, bax neçə il arı çıxsıyam. Hə, gəzir orada o, hə? Hə, özü Amma gəzir. 2 dənədir özdə, hə? Yo, bir dənə olur, ana arı bir dənə olur. Əgər 2 ana arı olanda onlar möhkəm döyüşə çıxırlar. Döyüşü biri o birisini öldürür, biri qalır da. Bir ananı saxlayır, 2 ana olmur. Arı ailəsində əsasən bir ana arı olur. Bəzən də 2, belə olan halda onlar ölüm-dirim mübarizəsinə çıxırlar. Bəlkə də çoxunuz bilmirsiniz ki, ana arı adamı sancmır. Elə ona görə də arıçı onu rahatlıqla əlinə götürə bilir. Kimin sualı var uşaqlar? Buyur. Bayaq deyirdiniz arılar bir-birini tanıyırlar, bir-birlərini yad olanları qoymurlar. Amma zazağa girdi axı bayaq. İçəridə öldürəcəklər. Həm də qoşun azdır, çox olanda başa heç buraxmırlar heç nə. Bir də Cavid dayı, mən eşitmişəm ki, həmən bu zazaq da bu adlanır, hə? Bu zazağın qapısında 2 arı dayanır ki, onlar qıraq arıları ora buraxmırlar. Bir də ağzında da var. Görürsən bəziləri didişirlər də, o kənar arı gəlir, onu qoymurlar. Həm də ağızlarını balacalaşdırmışam, bu da mövsüm deyil deyə evlə eləmə, risk hərəkətlə. Risk hərəkətlə sancır. İkisi dayanır, buraxmırlar da. Qalan uca çox arı gələndə çox. Cumanda uca çox gəlir, yığılır qabağına. Mən həm də ağızlarını balacalaşdırmışam ki, özlərini qoruya bilsinlər. Qışda onlar nə tər isinirlər, soyuq olmurlar? Qışda arı özləri bir-birini isidirlər, nəfəsləri ilə isidirlər. Həm də biz yerini dar eləyirik, şərait yaradırıq ki, isti olsun. Bax, bu məlumatları bizə verir, təşəkkür edirəm Cavid dayı. Bizim dostlarımız da bildilər bilmədiklərini. Həm də bizə baxan balaca dostlarımız bildilər ki, arılar bax burada necə saxlanılır. Bu gözəl Balakəndəyik bugün. Bal kimdadan Balakəndə. Yavaş-yavaş çıxaq ki, arılar əsəbləşməsin və biz gedib söhbətimizi orada davam etdirəcəyik. Gəlin uşaqlar, gəlin ehtiyatla. Hə uşaqlar, bax gördünüz Cavid dayı bizi bu arılarla necə məlumatlandırdı. Mən də desədiyim ki, arılar həmişə kollektiv şəkildə görürsüz işləyirlər, çalışırlar, bal toplayırlar. Ona görə də siz də həmişə çalışın ki, həmişə dostlarınızla bir yerdə olasınız. Bax, həmişə bir iş görəsiniz, çünki güc birlikdədir, düzdür? Həm də belə bir misal var, tək əldən səs çıxmaz. Bəli, tək əldən səs çıxmaz. Biz həmişə sizin verişləri izləyirik. Siz hara getsəz, uşaqlar sizə öz oyunlarını nümayiş etdirirlər və biz də sizə Balakəndə uşaqların oynadığı oyunlar göstərmək istəyirik. Hə, düzdür əziz dostlar. Bax, Rəsul düz deyir. Biz hansı bölgəyə gediriksə, orada çalışırıq ki, bizim dostlarımızla oyunlar keçirdək. Deyin görün, bax sizin bu Balakəndə hansı oyunları oynuyorsunuz əsasən dostlarınızla? Ocaq yandı, su qaynayır. Bənövşə. Yaxşı, ondan bax, istəyərdim ki, elə sizin istəyinizlə oynayaq oyunları. Hansı oyun oynayaq? Ocaq yandı, su qaynayır oyunu kim istəyir oynamaq? Sən. Yaxşı, amma bizlər istəmir. Onda bənövşə oyunu dediniz. Kim istəyir? Wow, yaxşı. Hə uşaqlar, beləliklə biz indi bənövşə oyununu oynayacağıq. Çünki azlıq çoxluğa tabedir. Hə, bax biz artıq hazırıq. İndi isə 2 komandaya bölünəcəyik. Balakəndə bənövşə oyunu oynayırıq. İndi bax 2 komandaya bölünmək üçün biz nə edəcəyik? Oqqum sayacağıq. Nə? Oqqum sayacağıq. Oku-moku sayacağıq. Yaxşı, oku-moku sayaq. Oqqum, zingal, oqqum, ingil, mingil, travay, tingil, la, mi, çık. Elnur çıxdı. Elnur çıxdı, get o komandaya. Gözlə orada. Şeyəmi mən ölçə, düşmüşəm dilə düşə. Məni qızlar olanlar, dərib qabarlar döşəm. Bahar olca açaram, qar borandan qaçaram. Başqa günlər açanda, məni qış olub uçaram. Bahar olca açaram, qar borandan qaçaram. Başqa günlər açanda, məni qış olub uçaram. Bənövşəyəm, bənövşə. Beləliklə əziz dostlar, biz bugün bənövşə oyunu oynayırıq. Başlayaq. Bənövşə, bəndən düşə, bizdən sizə kim düşə? Adı gözəl, özü gözəl.
Ay, ora gedirlər, bura gedirlər. Ay uşaqlar, deyin görün bax bu oyun nə vaxta qədər davam eləyəcək, hə? Bu oyun axırda bir komandada 2 nəfər qalsa, deməli biz qalib gəlirik. Əgər orada iki nəfər Qalsa biz qalib gəlirik. Əgər sizdə Bizdə 2 nəfər qalsa, Onlar qalib gəlir. Maraqlı oyundur uşaqlar. Deyəsən axşama qədər biz buradayıq. Davam eləyək. Bizden size kim düşer? Ben düşer, ben de düşer. Bizden size kim düşer? Bizim zinciri kırsan, bir nefer apararsan, eğer kırabilmezsen, onda esir olarsan. Eğer kırabilmezsen, onda esir olarsan. Benimse. Bizden size kim düşer? Ne? Men? Men? Wow. Yaxşı. Əziz dostlar, deyəsən bu komanda qalib gəldi. Baxın çünki artıq orada 2 nəfər iştirakçı qaldı. O komanda A komandası uduzdu. İndi isə istəyərdim ki, verişimizin sonu olduğu üçün sizlə sağollaşım. Əziz dostlar, bəli biz bugün Balakəndə olduq. Əgər istəyirsinizsə sizin də bölgənizə, sizin də şəhərinizə gələk, onda mütləq bizə məktub yazın. Ünvanımızı xatırladacağım. Ünvanımız Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəylov küçəsi 125A. Bizim Facebook səhifəmizdə var. Eləsə də deyirəm uşaqlar. Ay uşaqlar yazırsınız, Facebook səhifəsində axtarış verirsiniz, bizi tapırsınız və orada biz bir yerdə dost olacağıq. İndi isə sağollaşmaq vaxtıdır. Sağ olun dostlar. Aparacak